Gəldim uşaqlar hamısı. Dedim yavaş-yavaş yığılırlar. Başlayarıq. Dərsimizə başlayaq. Mən çox gözəl bir ayo imtina lazım deyil. Dərsdəyim sonra danışaram. Bir dəqiqə vaxt yoxdur danışam kimlənsə. Dərsdən sonra danışacağam. Yığıldım uşaqlar, hamısı uşaqlar. Mən xeyriyə səs yox. Mən Gələcəklər, ehtiyac yoxdur. Özləri bilirlər, gələcəklər. Müəllim, axşamınız xeyir. Axşamınız xeyir, buyurun. Zəhmət olmasa Maliki öz nömrəsindən qoşundu. Qoşdum, onu qoşdum. Da onun nömrəsini salmışam. Bilmirdi burada olduğunu, saldım. Bax, gör, düşməyibsə deyərsiniz. Yaxşı müəllim, oldu. Amma düşməyib, bu qrupda yoxdur Maliki. Tamam, indi saldım. Baxaram indi. Tamam. Biz onda qoşumuq olmur. Var, buradadır, yox. Malik 7-ci sinif, buradadır. Var. Salmışam. Tamam, uşaqlar. Deməli, bir dənə qoyduq var. Çox gözəl bir, mənim öz sənətli filmdə də o musiqi var idi. Çox təəssüf ki, onu yazmamışam. Mən bir dənə qeyd aparım. Uşaqlar, bugün biz danışacağıq Aristotel haqqında. Həyatımda ən sevdiyim 3 adamdan biri Aristotel haqqında. Aristotel haqqında danışacağıq. Biz danışdıq, Talesin haqqında danışdıq, Pifagorun haqqında danışdıq. Sonra Sokratın haqqında, bir də ki, Platon haqqında danışdıq. Bugün Aristotel haqqında danışacağım. Aristotel haqqında danışmamızın bir məqsədi də odur ki, məqsədi yox, sözsüz ki, məqsədimiz fəlsəfənin ən öndə gələn adamlarından, filosoflarından biridir. O səbəbdən bəzən fəlsəfə haqqında danışanda, fəlsəfənin pik nöqtəsi haqqında danışanda kimin adını soruşmaq lazımdır gələndə, kimi qeyd eləmək lazım gələndə Aristotel adını çəkirlər. Deməli, Aristotel nə vaxt olub? Eramızdan əvvəl 384-cü ildə anadan olub, eramızdan əvvəl 322-ci ildə də dünyasını dəyişibdir. Aristotel elə böyük bir dahi şəxsiyyət ki, mən elə hesab edirəm ki, uşaqlar, onun haqqında oxuyan, onun haqqında mütaliə edən, mümkünsə xahiş edirəm, ekranları açın. Hər kəs ekranını açın. Onun haqqında oxuyan, onun haqqında bir bilgisi olan hər bir fəlsəfə sevər insan heç vaxt deyə bilməz ki, mən Allahın var günü onun haqqında fikirləşmirəm. Yəni, sadəcə onun bilgisindən, fəlsəfəsindən tanış olduqdan sonra səndən asılı deyil, səni hər gün çəkib aparır ki, bu qədər ensiklopediya biliyə sahib olan bir şəxsiyyətin, varlığın bilgisindən hər gün öz həyatında bir təcrübə olaraq istifadə eləməmiş olsun. Yəni, kim əgər onun haqqında məlumatı varsa və onun bilgisini, onun istər əxlaq haqqında, istər fəlsəfə haqqında, istər məntiq haqqında bugün həyatda onun yerinə qoyursa, onun xeyrini tapır. Amma düşüncə baxımından, həyata bir fəlsəfə anlam qatmaq baxımından, həyata verdiyi dəyər baxımından, yəni Aristotel oxuyan insanın baxış tərzi tamamilə fərqlidir. Bayaq dediyim kimi Aristotel eramızdan əvvəl 384-cü ildə anadan olub, eramızdan əvvəl 322-ci ildə də vəfat edib. O bir Afinada doğulmayıb, başqa bir ərazidə doğulub. Afinanın, Yunanistanın tamam Afinadan fərqli başqa bir yerində doğulubdur, dünyaya gəlibdir. Stagirada dünyaya gəlib. Onun atası Makedoniya çarının həkimi olub. Yəni, ətrafı aristokrat bir təbəqə olub, ailənin ətrafı. Bunların hamısı bir olub. İçində bir Sokratın atası Daşyonan olubdur. Platonun atası da çara yaxın qohum olubdur. Sonra Pifagorun da atası zərgərliklə məşğul olubdur. Aristotelin atası da çarın həkimi olubdur. Bunlar hamısı ailəcə bir aristokrat təbəqədə gəlmiş insanlar olub. O dövrdə də Yunanistanda belə bir xüsusiyyət var idi. Övladlarının oxuması üçün xüsusi diqqət yetirirdilər ki, onun uşaqları oxusun. Onların da oxumaq sistemi tamam başqa bir. Bizimki kimi
belə yoruculuq deyil idi. Oranın oxumaq sistemi tamam fərqli idi. Demək olar ki, o oxu sisteminin başında riyaziyyat gəlirdi. Oxu sistemində bizim musiqi, idman olan hamısı var idi. Amma əsas oxu sisteminin başında dururdu fəlsəfə. Və qızlar bəlli bir yaşa qədər oxuyurdu. Bir müddətdən sonra oğlanlar oxuyurdu. Ondakı sonra onlara bir Türklərdə hoca var, hoca tuturdular. Filosoflar, o filosoflar onları məhkəməyə aparırdı, başqa bir sistemlərə aparırdı. Artıq o uşaqlar sırf həyatın içində yetişirdilər. Və özlərinin dərinləşməsi üçün bizimki kimi diplom üçün çalışmırdılar. Həqiqətən də bu bilgiyə sahib olmaq üçün çalışırdılar. Bunlardan biri də filosof, ən dəyərli sevdiyim insanlardan Aristotel. Bayaq dediyim kimi Aristotelin atası həkim olur, Makedoniya çağının həkimi olur və Makedoniya Aristotel bəlli bir yaşa çatanda ailəsində itki üz verir və onun ailəsində bu itkinin üz verməsi bir əvvəlcə onu sarsıdır, amma sonra toparlanır, özünü ələ alır, başa düşür ki, o özü də uşaq vaxtıda ona o bilimlə bağlı olaraq bəlli bir dərslər keçilibdir. Artıq onun bünövrəsi var. Və o hesab eləyir ki, işini yarımçıq qoymamalıdır. Və o işini yarımçıq qoymamalıdır. Bu işin arxasınca getməlidir. Toparlanır, işin arxasınca gedir. Stagiradan gəlir Afiniya. Bir ikinci də dedim, onun müəllimi kim olur uşaqlar? Görüm kimin yadında qalıb. Onsuz da bunların hamısını axırda dərs olaraq soruşacağım. Platon. Platon, Bəli, Sokrat Platonun müəllimidir. Platon olur. Platonun da akademiyası olur. O ərazinin adı akademiya olduğu üçün onun adına akademiya qurur, öz məktəbi olur. Bunların hamısı imkanlı adamlar olur. Rahatlıqla məktəbin icazəsini alıb dərsini keçə bilirlər, akademiyasını yaradırlar və özləri burada dərs deyirlər. Gəlir Platonun məktəbinə, burada həyatının 20 ilini Platonun yanında dərs keçir. Platonun yanında dərs oxuyur, bu akademiyaya gəlir və Platon da belə bir xüsusiyyət olurdu. Ona görə mən deyirəm ki, əziz valideynlər, ona görə deyirəm ki, uşaqlarınızı bir dəfə xarici oxumağa göndərin. Siz təsəvvür edin ki, Sokratdan sonra Platon da səyahətə çıxır, Pifagor da səyahətə çıxır, Aristotel də səyahətə çıxır, hər üçü dünyanı. Aristotel səyahətə çıxmağa, Aristotel də səyahətə çıxır, amma çox da geniş ərazisi haqqında tarixdə yazılmayıbdır. Sonra gəlir bu səyahəti gedir, gələndən sonra bayaq dediyim kimi Platonun məktəbində dərsə gəlir. 20 il müəlliminə qulaq asır. Amma bir məsələ var da, Məsələn, biz olsaq müəllimlərimizlə razılaşarıq. Bu fəlsəfə elə bir bilimdir ki, uşaqlar, fəlsəfə elə bir bilimdir ki, məsələn, başqa elmlərdə ola bilsin ki, müəlliminin ideyasını, fikrini davam elətdirə bilərsiniz. Çox sağ olun canım. Amma burada mümkün deyil. Fəlsəfədə öz inandıqlarını, öz doğrularını ortaya qoyursan. Və bu Platon öləndən sonra Platon öləndən sonra səyahətə çıxır. Əstəğfurullah, Platondan qabaq çıxmır. Platon öləndən sonra səyahətə çıxır. Bu vaxt onun Makedoniyalı İskəndərin atası 2-ci Filip onun çağırır ki, mənim gəl övladıma dərsdir. Deməli Platon eramızdan əvvəl 347-ci ildə səyahətə çıxır gəzməyə və sonra o gəlir Makedoniyalı İskəndərə dərs demək üçün atası onu dəvət edir. Və gəlir o Makedoniyalı İskəndərə dərs deyir. Amma digər fəlsəfəvi cərəyanlarda, digər filosoflarda belə bir xüsusiyyət var idi. Bəzən onlar fəlsəfəni praktikadan biraz kənarda qoyurdular. Amma Sokrat çalışırdı ki, elə bir dərs sistemi seçirdi ki, fəlsəfəni praktikaya yerlədirdi. Yəni, həyatda onun yerini göstərirdi. Fəlsəfəni həyatın içindən izahını verirdi. Başa düşürmü uşaqlar? Bizim müəllimlərimiz gedir, dərs deyir, uşaqlar ki, dəftərdən, kitabdan da deyir. Amma bu bilginin hamısı həyatdan gəlir və onun həyatda heç birini yerini göstərmirlər. Amma Makedoniyalı İskəndərin müəllimi olan dövrdə
Aristotel bu cür yanaşma sistemini seçir. Təsəvvür eləyin ki, siz Allah qoysa indi bu böyük şəxsiyyətlər də onların haqqında ayrı keçəcək. Böyük bir sərkərdəni yaradır. Təsəvvür edirsiniz uşaqlar. Bir filosof, bir tarixi şəxsiyyəti yaradır. 3-4 dənə böyük şəxsiyyət varsa, bir də Makedoniya İskəndərdə 33 yaşında bütün şərqi fəth eləmiş sərkərdədir. Yəni bu sərkərdənin həm də çox fərqli bir düşüncə tərzi var. Hər sərkərdənin fəlsəfi düşüncə tərzi olmur. Bu Makedoniyalı İskəndərdə bunu Aristotel yaradır. Makedoniyalı İskəndər səyahətə çıxanda bu qayıdır Afiniya. Makedoniyalı İskəndər də belə bir iş görür də. Birinci başlayır Yunanistanı fəth eləməyə. Yunanistan da keçən dəfə dediyim kimi o vaxtı şəhər dövlətləri olur. Bir-birindən siyasi baxışlarına görə sonra qılınc davasında, yəni bir tək türklər demiş siyasi baxışları çatışmır ki, həm də onların mizraqları, həm də onların qılıncları döyüşür. Bu cür bir yaşamın içindən gəlib keçmiş şəhər dövlətləridir. Makedoniyalı İskəndər bunları birləşdirir. Makedoniyalı İskəndər bütöv bir Yunanistan yaradır. Və ola bilsin ki, Yunanistanda bəlkə də bunu yaxşı çoxları qəbul eləmir. Makedoniya nifrət eləyirlər. Bu dövrün özündə nə hadisə baş verir? Bu dövrün özündə İskəndər gedir səyahətə. İskəndər səyahətə gedəndə bu burada öz məktəbini açır. Başlayır öz məktəbini açmağa və bura şagirdləri yığır. Nədən Aristotel haqqında bu qədər yüksək fikirdədirlər uşaqlar? Məsəl üçün o ideyalar haqqında, əşyalar haqqında Platonla öz müəllimi ilə tamam fərqli düşüncədə olur. Onun yanaşma tərzi də fərqli olur. O sizin bugün keçdiyiniz, məsəl üçün mən ən çox çalışıram ki, o sahəyə daha çox önəm verim. Sizin bugün keçdiyiniz riyaziyyatdakı məntiq məsələsinin bünövrəsini qoyur. Məntiqin bünövrəsini qoyur. Və o bu riyaziyyatda, fizikada, məntiqin bugünkü orta əsrlərdə, gəlib indiki bizim dövrlərə qədər çatan bir dövrdə əsası qoyulmuş məntiqin yaradıcısı Aristotel olur. Aristoteldən sonra o gələn filosofların hamısı uşaqlar artıq öz nəzəriyyələrində bir düzən çəki verirlər. Yəni ki, artıq bilirlər ki, bunu gələcək nəsrə gedəcək bu bilgiləri məntiqlə işləyirlər. Bəlli bir tərpətmə, Dəniz, telefonu tərpətmə. Sakitcə açıq qoyun, rahatca qulaq alsın. Yəni bu bir məntiqlə nəzəriyyəni birləşdirir ki, bütün nə görürsünüzsə bu işi məntiqin əsasında görməlisiniz. Sözsüz ki, onun məntiqi haqqında sonra qısa bir bölüm keçəcək. Onu tam burada sizə bölmək istəmirəm. Onun kitabları olur, çoxdur, çox yazıb kitabları həddən artıq çoxdur. Mən o sizin deməli o əsas bir neçə sahəyə, ən çox biologiya sahəsində çalışmaları çox olur. Məntiqdə çalışmaları, ritorika, təsəvvür edin ki, uşaqlar elə bir sahə olmur ki, bu adam onun haqqında fikir söyləməsin. Bir adam ki, bir 20 il ömrünün 20 ilini Platona həsrləmiş bir adam, müəllimə qulaq asmış adam, 20 il filosofdan dərs almış bir adam sizcə necə olmalıdır? Təsəvvür edirsiniz, bu siyasətlə bağlı bir ayrı kitab yazır, etika ilə bağlı ayrı bir kitab yazır, məntiqlə bağlı ayrı bir kitab yazır, yəni bütün sahələrlə bağlı kitab yazır. Ritorika ilə sahəsi bir başqa, tamamilə demək olar ki, gələcək mədəniyyətin özəyini təşkil edən, elmin özəyini təşkil edən ən gözəl bölümlərə toxunur. Amma bu kitabların da haqqında sonra biz qısa-qısa danışacağıq. Onun metafizika kitabı var, bizdə var idi, mən bilmirəm, o kitab nə eləmişiksə tapa bilmirəm. Mükəmməl bir kitabdır, amma o metafizika, o ideyalar haqqında tamam fərqli, çox dərin bir kitabdır. Düz Azərbaycan dilinə tərcümə olub, birbaşa Yunan dilindən tərcümə olunmayıb. Ona görə də
Tərcümə işi biraz çox çətin məsələdir. Çünki bir neçə dildən tərcümə olunanda fikir orada təhrif olunur. Yəni istədiyin kimi gəlib çatmır. Çünki hər xalqın, hər danışığın, hər millətin özünə məxsus bir fikir ifadə eləmə qabiliyyəti var. Məsələn, biz elə söz deyirik ki, məsələn, o başqa millət o sözü başa düşmür, o cümləni başa düşmür. Deyiliş qaydasından çox asılıdır. Ona görə metafizkanı, o da metafizkanında belədir. Yəni, fizikadan sonra. Onun da adını özü qoymayıb. Özündən sonra gələn filosoflar o fizika kitabından sonra onun adını qoyublar ki, metafizika. Yəni, fizikadan sonra, amma sırf fizika ilə bağlı bir kitab deyil. Onun məsəl üçün etik siyasət kitabı var. Siz təsəvvür edin uşaqlar. Platon da o ikisi də dövlət idarəçiliyi ilə bağlı təsəvvür edin 2500 il bundan qabaq bütün o sistemlərin hamısını qurubdur. Yəni ki, monarxi idarə etmək, yəni dövlətin başında kral olmaq, kralın ailə üzvləri özündən sonra idarə eləmək, sonra aristokrat idarə eləmək, yəni zəngin adamların dövləti idarə eləməsi, sonra polite adında, yəni fərqli bölümlərin hamısını deyib, oliqarx idarə eləmək, demokratik idarə eləmək. İndi dövlətlər görürsünüz, indiki deyirlər ki, demokratik, hamı deyir ki, bizim ölkəmizdə demokratik, bütün hamı deyir demokratiya. Demokratiya sözünün yaradıcısı və qurucusu o vaxtdan gəlir, Platondan, Aristoteldən gəlir. Təsəvvür edirsiniz uşaqlar. Gör bu insanlar nə qədər dərin düşüncəyə sahib olur, nə qədər bilgiyə sahib olur ki, ondan sonra onların bilgisindən nə qədər istifadə olunsa da o ölkələrin hamısı çöküşlərini yaşayıblar. Məsələn, Makedoniyalı İskəndər şərqi fəth eləyəndə getdi, Dara ilə döyüşdü, İranı fəth elədi, Əfqanistanı, Hindistanı bir hissəsini fəth elə gəldi. Siz təsəvvür edin ki, özünlə bərabər Aristotelin düşüncə və fəlsəfi bilgi dəyərini şərqə daşıdı. İnsanlar orada şok yaşadılar ki, ilahi bu nə bilgidir, nə düşüncədir. Təsəvvür elə ki, elə ölkələr var ki, Makedoniyalı İskəndəri gül çiçəklə qarşılayırlar. Düz demirəm, o da qırğınlardan qalib müharibə. O demək deyil ki, qılınsız, döyüşsüz alınmır. Yox. Amma bir insanın filosof kimi yetişməsində, Makedoniyalı İskəndərin yetişməsində bu Aristotelin önəminə bax. Aristotel özünün məktəbində bir çox bilgilərlə bağlı kitablar yazır, bütün sahələrlə bağlı və indi Makedoniyalı İskəndər gəldi, Yunanistanı fəth elədi. Aristotelin vətənini. Və bunları da birləşdirdi, Makedoniyalı İskəndərin tərkibini oldu. İndinin özündə də uşaqlar, Yunanistanlılar Makedoniyalıları qəbul eləmirlər. İçində bir xırs hikkə var. Hətta Makedoniyalı İskəndəri bəzən sevmirlərdi. Makedoniyaya qarşı Yunanların içində başqa bir düşüncə var. 2500 il bundan qabaqki tarix əsasən. Deməli, Aristotel Makedoniyalı İskəndər gedir Hindistana qədər bütün əraziləri zəbt edir. Geri qaydanda uşaqlar deməli. Geri qaydanda nə hadisə baş verir? Gəlir bu Babildə ölür. Babildə öləndə Aristotelin vəziyyəti yaxşı olmur. Çünki Yunanlılar artıq kim Makedon İskəndərin tərəfində idi, onu təqib edirlər, Afinalılar. Sevmirlər ona, nifrət edirlər ona ki, sən Makedoniyalı İskəndərin tərəfinə çıxdın. Onu qəbul eləmirlər. Aristotel qaçır. Başqa yolu yoxdur. Aristotel qaçır. Çünki bilir ki, Sokratın talihi onu gözləyir. Onu öldürəcəklər. Və o, bir dənə adı var. Adanın adını yazmışdım. Yadımdan çıxıb hansı adadır. Bu görüm hardadır o adı. Yadımdan çıxıb bilmirəm. O ada hardadır. Gedir o adada ölür. Eubaya. Bəli? Eubayadır mənim adım. Bilmirəm, yadımdan çıxıb o adın adı. Qeyd eləmişdim, yadımda deyil. Eubaya da ola bilər, bilmirəm. Gedir orada ölür. O mədə xərçəngindən ölür. Mədə yarasından. Xərçəngi də bilmirəm nədir. Mədəsində problem yaranır, oradan ölür. Aristotel ölür. Amma Aristotelin dövründə Aristotelə qiymət vermirlər. Amma siz təsəvvür edin ki, Aristoteldən sonra neçə il, 2500 il keçib də bu dövrdə Aristoteldən sonra gələn Kantdır, ondan sonra Hegel'dir, böyük filosoflar, fransızlar, İngilislər, Alman filosoflarının, Romanın filosoflarının, Cicero'nda hamısı kim bunların bilgi və
elminin mənbəyində Sokratın Aristotelin fəlsəfəsidir. Təsəvvür edirsiniz uşaqlar? Aristotelin fəlsəfəsi yatır. Və Aristotelin dəyərini indi təsəvvür edin, Aristotel bir antik analitik düşüncə tərzinin mənbəyini qoyur bu insan. İndi məsələn ki, mənim oğlum otur proqramist analitik analiz deyirlər də, yadımdan çıxdı, analitik analiz deyirlər, nə deyirlər? Yəni artıq bütün hamısını, bunun mənbəyini Aristotel qoyur. Bugün məntiq keçirsiniz riyaziyyatdan. Ayrı dərs keçirsiniz məntiqdən. Məntiq öz ayrı bir el, düzdür. Bugün biraz onlarda başqa tərəflər inkişaf eləsə də, amma 2500 il bundan qabaq bir məntiq haqqında düşüncəni ortaya qoya biləcək bir Einstein kimi bir bilgiyə başa sahibə baxırsan, bu qədər bunu bilgiyi necə ayrıntılarla ortaya çıxarda bilibdi, bir mənbəyini qoya bilibdi. Məsələn, onun ruh haqqında kitabı var. Platonla onun fərqi ondadır ki, Platon bədənlə ruhu ayrı hesab edir. Ona görə də məsəl üçün dindarlar Platonu tuturlar, Aristoteli yox. Məsələn, amma ateistlər Aristoteli daha üstün tuturlar. Çünki o bədənlə ruhu ayrılmaz bir parça hesab edir. Elə hesab edir ki, ruhla bədən ikisi bir yerdədir. Bunun yanaşma tərzi bu cür olur. Amma bu qədər onun, yəni ki, mən sizə Nikomakın etikası haqqında qısa bəzi fikirləri dedim. Bu qədər yəqin bəs eləyər, daha geniş danışmaq olar, amma Aristotelin bəzi bilgiləri haqqında daha geniş qaydada danışa bilərik. Onun aforizmləri haqqında mənim ən çox sevdiyim, onun aforizmləri çoxdur, Mənim kitablarım harada? Onun kitabları çoxdur. O birisi kitablarda da var, baxaq görək, bir dənə. Onun aforizmlərindən çox uşaqlar, onun aforizmlərindən çox, onun daha bu bilgicə kitabları daha önə çıxır. Ona görə də mən onun, baxaq görək bizdə onun haqqında bu dəqiqə nə var, onun haqqında danışaq. Çardaq günlərimiz yenidən başladı, bitmişdi. Şu yüzden Bizimkilər də budur uşaqlar, bizimkilər də açırsan, bizimkilər də budur. Ona görə də bəzən çox. Bu gibi bir Aristotelin adını tapaq görək hardadır bu. Bax, bundan sonra gələn filosoflar, uşaqlar, bax, təsəvvür edirsiniz, bu kitaba baxırsınız, bax, buralardadır, bax, bundan sonra gələn bütün bu filosofların hamısının Aristotelin fəlsəfəsini təsir eləmədiyi ikinci bir adam haqqında danışmaq qeyri-mümkündür. Herakli Aleksandr, görək burada nə danışacaq bizə. Burada canlı yanda qulaq asmaq istəyən adamlar var. Onlar üçün də şərait yaradaq. Canlı yanda qulaq asmaq istəyən adamlar çoxdur. Bir dəqiqə qoy, bir dənə Aristoteli tapaq. Viant, Xilot, Silon, Kleb, Anaximander. Bunun haqqında da keçəcək. 2 dənə burada filosof var. Anaxagor, Sokrat, Antiset, Demokrit, Diyogen, Freud, Platon, Aristotel. 134. Maşallah, görün hələ uşaqlar, o qədər filosoflar olubdur ki, axtarıb tapmaq da olmur. Hələ gör, bunların içində seçilib bəziləri yazılıb. 134. %37, 134. Aristotelin haqqında elə çox... Mama, Bəli. Kehriban sən gelir. Kim, nədir? Kimsə nəsə deyir uşaqlar. Aristotelin aforizmlərindən danışaq. Bizim başqa yerdə bir aforizm kitabımız var. Onu da götürüm mən. Aristotelin kitabı haradadır? Maşallah, kitablarımız o qədər çoxdur ki, kitabı da bilmirəm, hansını haraya qoyum. Tapa bilmirəm uşaqlar, kitablarımız tapa bilmirəm. Kitab çox. Yəqin o tərəf aparmışam, gözlüyün gətirəcəm.
Aristotelin təkcə uşaqlar. Bir dənə o biri var. Burada azdı. Aristotelin burada haqqında az yazıbdı. Ona sual verirlər ki, dünyada tez qocalan şey nədir? Aristotel cavab verir ki, yaxşılıq. Ben nə mənada deyib, onu siz fikirləşin. Aristotel'e deyiblər ki, kimsə səni qiyabı olaraq söyüb. Filosof cavabında deyilmişdir. Qiyabı olaraq qoy lap məni döysün. Uşaqlar, bu nə deməkdir? Mənə izahını verə bilərsiniz, hə? Deyir ki, Aristotel deyir ki, Aristotel'e deyiblər ki, kimsə səni qiyabı olaraq söyüb. Yəni ki, qıraqdan söyübdür sən. O da deyir, zərər yoxdur, qoy qıraqdan məni döysə də olar, heç nə olmaz. Qıraqdan nə olacaq? Heç nə. Sonra Aristotel'in sual veriblər ki, Aristotel gözəlliyə ən yaxşı Aristotel gözəlliyə ən yaxşı etibarnamə adlandırıb. Belə bir söz işlədib. Dost nədir sualına? Filosof belə cavab verir. İki bədəndə bir ürək. Kimin ki dostu var, onun heç dostu yoxdur. Uşaqlar, nə deməkdir o? Hə? Uşaqlar, nə deməkdir? Deyir, kimin ki dostu var, onun dostu yoxdur. İzah verin, görün. Kimin bunu deyə bilər? İlk dostu belə bilinmir də necədir? Başqa kim nə deyə bilər? Ay bala, bir düşünün də, bir düşünün. Kimin ki dostu var, onun dostu yoxdur. Nə demək? Yəni mənim ən çox dostu odur ki, yəni başqa heç bir dostu yoxdur. Əsl dost. Hə. Fatih, sən deyirsən də görüm nədir? Nədir deyin görüm, gözləyirəm. Deyir, kimin ki dostu var, dostu yoxdur. Mənim yəni o da Hə. ən çox. Yəni dostunu o da Uşaqlar, dostu nə vaxt tanımaq olur? Çətin gündə. Ay sağ ol, çətin gündə. Dostu çətinə düşməyin də bilmirsən. O da gəlirsən, uzun müddət yoldaşlıq edirsən. Gəlirsən, görürsən ki, dostu tanımaq olmur. Gəlirsən, elə yerinə xəncər vurur ki, ona görə deyir ki, Allah, mən öz düşmənlərimlə döyüşə bilərəm. Sən məni dostlarımla qoruyun. Dostların da çoxu əksəriyyəti fayda dostluğu olduğu üçün sabun köpüyü kimi çətin vaxtında yoxa çıxırlar. Biri də qalmırlar. Sonra Aristotel'in başqa bir deyimi var. O da xoşuma gəldi. Deyir ki, ağıllı adamla həmişə razılaşır. Uşaqlar, bunu mənə deyin görüm nə deməkdir? Bunun izahını bir verəcək. Hə? Ağıllı adamla razılaşır. Nə demək? Mən deyim. Mən deyim. Hamı deyəcək. Mən deyim. Bayram desəndən sonra kim deyir desin. Mənim ağıllının fikrinə uyğunlaşır. Mənim ağılsız isə ağılsızın fikrinə uyğunlaşır. Yox, sən Yəni mənim eyni təbəqədə olurlar. Ağıllı adamla razılaşır. Nə demək? Özgə kim deyir? deyim. De. Mən ikisi də eyni fikirdədir. İkisi də eyni fikirdə olduğu üçün. Tamam, dedin. Özgə kim deyə bilər? Mən deyim. De. Mənim o demək ki, ağıllı insanı bilir ki, o düz söz deyir. Artıq onu yararsız söz demir. Düzdür. Ağıllı adamla razılaşır. İndi görək nədir? Deyir, axmaq isə nə ağıllı ilə, nə də ağılsız da razılaşır. Bu nə deməkdir, yaxşı? O öz bildiyini eləyir. Öz bildiyini eləyir. Sonra, necə ki, bütün düz xətlər bir-birinə uyğun gəlir. Düz xətlər bir-birinə uyğun gəlir. Əyri xətlər isə bir-biri ilə, nə bir-biri ilə, nə də düz xətdən bir-birinə uyğun gəlir. Bax, görürsünüz, Aristotel qızıl xırdalayır. Sonra, burada məndə Aristotelin başqa kitabları burada qarışıqdır, burada tam deyə bilmirəm. Başqa filosofların kitabları haqqında, başqa şeylərin bilgiləri haqqında danışaq. Burada çox qəşəng bilgilər var. İndi uşaqlar, Aristotelin haqqında mən sizə danışdım. Aristotelin atası necə Çarın həkimi olub, özünün 17 yaşında ailə üzvlərini itirib, amma bu onu sarsıtmıyor. Çünki uşaq vaxtda bunu yaxşı təhsilə qoymuşdular. Görsən uşaqlar, 2500 il bundan qabaq valideynlər uşağı kapitalı düzgün qoya bilirdilər. Filosofun yanına qoyurdular, ağıllı adamların yanına qoyurdular. İndikilər elə repetitor oldu, hamısının yanına qoyur ki, bir diplom alsın, geçsin bu diplomla bu çörək qazansın. Çoxu da heç diplomla qazana da bilmir.
Ona görə də həyatda yerini tapmaq başqa bir məqamdır. Tək oxumaq yox. Bilgini yerinə qoymaq lazımdır. Qazandığın o neçə illərini, həyatının ən gözəl dövrünü, 10 il o məktəb, 5 il institut oxuyursansa, sevdiyin peşənin dalına getməlisən, ən mükəmməl qaydada öyrənməlisən və gedib o həm ləzzət almalısan sevdiyin işdən, həm də sevdiyin üçün də pul qazanmalısan. Çünki sən bir işi sevirsənsə, sən onun dərinliyinə qədər gedib öyrənməyə çalışırsan. Amma nifrət elədiyin işi sevə bilmirsən. O dövrdə o fəlsəfə də sıradan bir yanaşma değildi, sıradan bir seçim değildi. Fəlsəfə o qədər dərin, gözəl bir qaydada cəmiyyət olaraq Antik Yunanistanda, əsas da Afinada inkişaf eləmişdi ki, düzdür, şəhər dövlətlərinin özünə məxsus ayrı-ayrılıq da var idi, amma əsas olaraq o qədər də gözəl inkişaf eləmişdi ki, hər kəs uşağını filosofun yanına qoymağa çalışırdı. Çünki o filosoflar da artıq həyata baxış tərzi tamam fərqlidir. Görürsünüz, neçə il bundan qabaq gedir, hələ də beyinləri işıq saçır. Beyinləri işıq saçır. Sizdə başqa uşaqlar oxuyaq. Deyir ki, Bəli, müəllim. qoy, tamam, başqa yaxşı şeylər oxuyaq. Görək nələrimiz var, onlara baxaq. Tam hər şeyi oxuyun. Vaxt lazımdır. Müəllim, dost pul kimidir, ehtiyacı olanda lazım olur. Hə, sən onu dünən dedin axı elə bil. Bəli, müəllim. Ay sən. Görək Siseron nə deyir? Siseron deyir ki, müdrikliyə yiyələnmək kifayət deyil. Həm də ondan istifadə etməyi bacarmalısan. Yəni çox gözəl bilgilərə sahib ola bilərsən, amma onlardan da istifadə etməyi bacarmalısan. Mən də yazmışam. Kimsə nəsə dedi. Mən dedim Emil. Nə dedin? Mən də yazmışam aforizmlərlə. Yaxşı, deyil, səndən sonra mən deyirəm. Kimin aforizmlərdir? Aristotel müəllim. De, qulaq asaq. Mən birinci, ağıllı insan məqsədini düşünür, nadan isə arzularını. De, yaxşı, nə deməkdir bu? Yəni ağıllı insan ancaq məqsədini düşünür, məqsədləri kiçik uzağa doğru gedir. Nadan isə arzularını düşünür ki, mən belə olacam. Məqsədini eləmir də, ancaq fikirləşir, xəyal qurur ki, mən belə olacam. Çox gözəl fikirdir. Çox gözəl fikirdir. Əla fikirdir. Sonra? Təcrübə nə qədər acı olsa da yaxşı müəllimdir. Ay, sağ ol. Bəzən uşaq sən izah ver, yaxşı, sən izah ver. Sən oxudun qalda, sən izah ver. Mən Verə bilirsən ver, verə bilmirsən mən verim. Deyir, təcrübə nə qədər acı olsa da, ikinci cümləsi nə oldu? ən yaxşı müəllimdir. Ay, sağ ol. Uşaqlar, bilirsiniz, hər hansı bilgi haqqında tutaq ki, mən oxuyuram, nəzəri hissəni oxuyuram, amma gedib onu təcrübədən keçirməyincə, ola bilsin ki də o yaxşı bir nəticə verirsə də, ən azından mən onu həyatda təcrübədən keçirirəm, görürəm ki, bu yaxşı nəticə vermədi. Hətta o baxımdan mütləq bunu mən bilməliyəm. Ömrü boyu bayaq sən deyən kimi məqsədlər üçün, yox elə arzular üçün də çalışmamalıyam ki, ay bunu eləyim, ay onu eləyim. Bəlkə heç o mənim xeyrimə deyil, mən onu təcrübədən keçirməliyəm. Düz deyil. Məsələn, bir yemək pişirirsən. Bu yemək pişirir, yandıra, bir dəfə yandırarsan, bir dəfə quru olacaq, bir dəfə sulu olacaq. Təcrübə elədikcə acı çəkəcək. Bu yeməyə bu qədər xərc etdim, bu yemək xarab oldu. Amma səni heç kim öyrətməyincə, sən bunu təcrübədən keçirməlisən ki, bilməlisən. Başa düşürsünüz uşaqlar? Mən deyim indi. Bəli? Mən deyim, müəllimə də yazmışam. Qoy, qutarsın ondan sonra. De görüm. Mədəniyyətin kökləri acıdır, lakin meyvələri şirindir. Ay, sağ ol. Çünki bilirsiniz, mədəniyyətdə həyatda gözəl olan nələr varsa, uşaqlar, onları əldə etmək hasan, çətindir. Bugün dərs oxuyursunuz, bax 7-ci siniflər, sizdən fizikanı öyrəndik, hələ tam ürəyimcək deyil, martın axırına Allah qoysa təzə, o birisi bölməndə qutarandan sonra bir də təkrara girəcək. Baxın, uşaqlar, təsəvvür eləyin də, əziyyət çəkirsiniz, gəlirsiniz, mən sizə dərs deyirəm, mən də yoruluram, siz də yorulursunuz, güclə məcbur eləyir, dartmaya xamcırıldayır, bunu oxuma, niyə oxumadın, get təzdən oxu, gəl, valideynin yanında imtahan verirsiniz, bu, gəlirsiniz, gedirsiniz, KSG olur, qabaqda yazırsınız.
gözünüzlə baxırsınız ki, vay dədəm, ay, mən bunu bilirəm. Ay, elə bil ki, canına sarı yağ kimi yayılır. Görürsən ki, o çətin əziyyətlər, hamısı uçdu getdi əziyyətlər. Sənə ləzzət edir, pat yazırsan. Daha da gedib görürsən ki, müəllim cavab verdin, deyirəm, ay bala, falan şeylər qaldı. Yazmırsınız, gedirsiniz, başına bir qaynır qazan su tökülür. Burada mən müəllim bunu dedi, oxumadım. Bayram dedi ki, mən o fraksiyadır, nədir onu bilmədim. Məhəmməd deyir ki, mən induksiyanı oxumalıydım. Falan şey oxumalıydım. Tırıp gəldi, sual oradan düşür, başından üstü çıxır. Mən bunu gərək oxumalıydım. Ona görə də uşaqlar bilirsiniz. Mən siz biz mövzularını hamısını bilirəm. Ay, KSG-nin vaxtında alsan, onların balın olsa daha başqa cür olardım. Amma indi sizə bir söz deyim. O bildiklərin sənə ləzzət edir. Əziyyət çıxır gedir. Başa düşdünüz mü? Hər şey elədir. Əziyyətini itir. Özəl ləzzət edir. Sadəcə lazım olanda. Bilsən, o uşaqlar, bu biraz fəlsəfi yanaşma tərzidir. O hər uşaqlarda olmur. O uşaqlar o zamanın qədrini bilirlər. Bilirsiniz, iki dənə həyatda əsas var. Biri müharibədir, bir də ki, zamandır. Hər ikisi bəşəriyyətin atasıdır. Çünki nə müharibə ilə bacara bilmirsən, zərəri çox güclü olur. Bir də itmiş zamanla bacara bilmirsən, geri qaytara bilmirsən. Ona görə də bilirsiniz, ağıllı uşaqlar həmişə özünə axşam olanda haqq hesabat verir. O uşaq ki, özünə axşam olanda haqq hesabat verir ki, mən bugün nə iş gördüm. O uşaq artıq o gələcəyinin nöqtəsini qoyur. O mənlik deyil, onu özünüzdən axşam olanda, ki, təmbəllik edirsiniz, ay, mən bunu oxuyam. Başa düşək, bugün getdi. Sənin həyatın 20-25 ildən ibarət deyil ki, görürsünüz neçə yaşım var, gəlir 60-dan sökürəm. Yəni, insanın yaşadığı 25-dən sonrakıdır, 20-dən sonrakıdır. Və orada da 20-yə qədər bir zamanla bağlı bir qazancıq olmayanda, kəlim olur bir təpəm. Ailədə pul qalır, bütün hər şeyin üstdən xət çəkirsən. Elə bir, hər şeyin üstdən xət çəkirsən. Ailənin içində xət çəkirsən, qohum içində xət çəkirsən, arzuların üstə xət çəkirsən, istirahətin üstə xət çəkirsən, uşağın yanında xət çəkirsən, kimin yanında? Çünki bu elədir ki, bir insan olaraq artıq heç elit təbəqənin düşüncə tərzinə də sahiblənə bilmirsən. Çünki fikrin elə maddiyyat qurmaqdadır. O da bacara bilmirsən. Eləyə bilmirsən. O üçün nə qoyursan ki? Nə xaraktercə yetişə bilirsən, nə də ki, bilgicə yetişə bilmirsən. Ona görə bir insanın özünə qoyduğu kapitalı 20-25 yaşına qədər. Onu da bilirsiniz necə uşaqlar. İndi mən sizə keçəcəm araşdırmaçılıqla bağlı. Araşdırmaçılığı bacaran uşaq çox bilgi qazanır. Araşdırmaçılığı bacaran insan həyatda allanmağı da az olur. Çünki o işi allanmır. O uşaq artıq seçim eləməyə bacarır. Çünki məlumatı çox olur. Məlumatın da çox olanda düzgün qərar verə bilirsən. Ona görə yenə də deyirəm, uşaq bugünkü zamanını özünə qoyduğu kapitaldır. Heç kim yox. Mən sizə dərs başa salıram. Bax, oturdum coğrafiya başa saldım sizə. Neçə bölüm getdik? 4 bölüm getdik də. Mən sizə izah verdim. Vallahi də, billahi də. Onun 30% sizə çatdı. 70% özünüz öyrənirsiniz. Gedirsiniz kitabı qoyursunuz. Artıq başa salınmış kitab. Mən borcumu yerinə yetirdim. Bu 70% kitabı, sənin oxumağın sənə qazandırır. Mənim sənə nə deməyim qazandır. Ona görə mənim əlimdə əlacım olsa sizə Sokratın, Platonun, Sokratın, Aristotelin bəzi sözlərini tərcüməyə salıb otağınıza qurdurmağını istəyərdim. Yəni, əməl, bax Aristotelin qızıl xırdalayır. Aristotelin kəlməsi hər gün yadıma düşür. Əməl insanda vərdiş yaradır. Əməl əkərsən, vərdiş biçərsən. Vərdiş əkərsən, xarakter biçərsən. Xarakteri də əkərsən, taleyini biçərsən. Uşaqlar, bugün budur, bax. Adicə kimsə məni anlatmağa çalışanda da onu başa düşürəm. Mən gülürəm ürəyimdə ki, məni anlatmırsan ki, özünü anlatırsan. Özünü anlatırsan. Çünki o qədər bilgi var ki, Allah ömür versin, istəyirəm onları sizə çatdıram. Amma dərsinizə qarşı biraz laqeyd olanda gecikirəm. Mən yox, siz gecikirsiniz. Olsun 15, olsun 20 uşaq. 20 uşağın içindən 20'sini öyrətməsəm də 3 dənəsini öyrədəcəm. O da xarakterinə baxan kimi bilirəm ki, ay falan kəs, sən gələcəkdə mənim parlaq ulduzumsan. Onu da xarakterinə bilirəm. Çünki bir uşağa başa salınmış dərsi bir uşağa, müəllim bir uşağa dərsi başa salırsa, o uşağın bildiyi onun öyrətdiyi, özünün öyrəndiyidir. 30% deyil, 70% özü qazanır. Müəllimin ona verdiyi 30%.
Başa düşürsünüz uşaqlar. Ona görə də gəlib ki, gəlib burada oturursunuz ya, analarınız yanında imtahan verirsiniz. Həmən o dövrdə sizin qazandığınız odur. İnanın ki, mən orada o cavabları ki, siz verirsiniz, sizin içinizdə nə yaşadığınızı mən hiss edirəm. O əziyyətin ləzzətini hiss edirəm. Bilirəm ki, siz ləzzət alırsınız. Valideyninizin yanında çəkdiyiniz əziyyətin bəhrəsini, meyvələrini yediyiniz halda. Ona görə də o Sokratın, Platonun bu sözləri qızıl xırdalayır. Onu heç vaxt yadınızdan çıxartmayın. Əgər onu öyrənsəniz, onu vərdiş elətdirsəniz, xarakterinizi, onu otursanız, gələcəyinizi, öz taleyinizi öz əlinizdən yazacaqsınız. Heç kim sizin taleyinizə toxuna bilməz, özünüz yaxşı mənada görür. Sərt o bilgi deyil ki, bilgi yox. Sərt bilgi ilə yox. O bilgiləri bir yerə daşıyan xarakter də lazımdır. Bu filosofların həyatını bilgisi mi daşıyıb bir yerə? Yox. Həm də onların xarakteri daşıyıb. Çünki onlar özlərinin gücü çatıbdır. Özləri o çalışmaqdan zövq alıblar, bilim öyrənməkdən zövq alıblar. Və siz də bu fəlsəfi bilgilərdən yola çıxaraq, gərək öyrəndiyiniz bu fizik adımı, kimya adımı, biologiya adımı, bunlar hamısının, hansı dərslər olmuş, dərsləri siz bilirsiniz. Gərək siz özünüzdə uşaqlar, o bilgilərin sizin həyatda sizə hara daşıdığınızın dərkinə gedəsiniz. Zövq alasınız. Gedib boş-boşuna iqra oynamaqdan, vaxtı boş keçirməklə, ondan sonra sizə və birazdan sonra ətrafınızdakı uşaqlara nisbətən öz yerinizi biləcəksiniz. Sokrata oxuyan uşaqla, Aristoteli oxuyan uşaqla gedib o avara-avara xoşa gəlməz hərəkətlər edib, lağlağı edib, davranışını bacarmayan birinlə sən oturub ünsiyyət qura bilərsən? Yox. Sənin yolun artıq başqa yoldur. Səni başqa limanlar gözləyir, səni başqa yollar gözləyir, səni başqa uğurlar gözləyir. Sənin tayın düşün deyil onlar. Ona görə də mən sizə dərs deyəndə uşaqlar sizin hərəkətlərinizdə fikir verirəm. Elə bilmək ki, fikir vermirəm. Adicə dərs oxuyub cavab verəndə də mən sizə fikir verirəm. Görün bunun xarakterində dəyişiklik olur. Yox. Baxıram ki, çox asıllıq olur hərəkətlərinə, ya kimisə təsir altına düşür, ya dərsinə gələcəyinə qiymət vermir. O uşağı bağırsağından tanıyıram. Otur qabağında tanıyıram. Hər dəyişikliyinizi hiss edirəm. Və yaxşı mənada dəyişiklikləriniz yaxşı mənada olanda həqiqətən də məni sevindirir. Və mən də özümün inanın ki, həqiqətən sizdən oturub vizual da olsa, qarşı-qarşı olmaz. Onu hiss edirsiniz uşaqlar. İndi ona görə də Allah can sağlığı versin sizə. Bu Sokratı, bu YouTube'da buna baxırsınız. Gələn 6-cı gün başqa dərslərdən məşğul olacaq inşallah. Bu qədər. Uşaqlar, sizi yormuyum. 1 saat bəs. Çünki dünən də keçdik. Tamam, görüşərik. Sağ olun uşaqlar. Sağ ol müəllimə. Sağ olun, görüşəcəyik sabah.